Kör bucağı iti bucağından 3 dəfə böyük olan bərabər yanlı trapeziyanın hündürlüyü oturacağını uzunluqları 4 və 10 olan iki hissəyə bölür. Trapeziyanın sahəsini tapın. Trapeziyanın yan tərəfə bitişik bucaqlarının cəmi 180 dərəcə olduğu üçün 3 alfa üstəgənlisin alfa bərabərdir 180, 4 alfa bərabərdir 180 dərəcə və alfa da bərabərdir 45 dərəcə alırıq. Əgər alfa 45 dərəcədirsə, bərabər yanlı olduğu üçün oturacaq bitişik bucaqları bərabərdir. Buradakı bucağımız da 45 dərəcədir. Çünki düz bucaqla 3 bucaq alınır burada hündürlük. Və 45 dərəcəli, yəni iti bucağı 45 dərəcə olan düz bucaqla 3 bucaq bərabər yanlıdır burada. Deməli, bura 4-dürsə, hündürlük də elə 4-ə bərabərdir. Katetlər bərabər olduğu üçün. Buradan kiçik oturacağı tapaq. Əgər ikinci bir hündürlüyü çəksək, deməli, yan tərəflər 4 olduğu üçün ondan bura qalacaqdır 6. Demək, kiçik oturacaqda olacaq 6. S trapeziyanın sahəsi isə kiçik oturacaqla böyük oturacaq olacaq 14. Bölünsün 2 vurulsun hündürlük. Hündürlükdə 4-dür. Buradan alınır sürətdə 20 bölünsün 2 10. 10 da vursaq 4-ə 40.